Ekrana yaxın oturun dostlar. Ən vacib bir məlumat sizə deyəcəm. Məlumata keçməmişdən əvvəl sizə bir elan deyim. Köhnə qrupumuzu pozmuşuq. O Pop Trade qrupunu pozmuşuq. Səbəbini hamısını izah edəcəm. Qısaca olaraq sizə. Yeni traderlər üçün olan qrup var. Burada yəni baxa bilərsiniz, öyrənə bilərsiniz. O rəsmi linki də budur. İndi isə keçirik biz əsas məqama dostlar. Mən Azərbaycan auditoriyasından uzaqlaşıram da videolar çəkib paylaşmayacağım. Mövzular haqqında lazımdır paylaşmağı. Çünki səbəbin sizə bir dəqiqə açıqlamasını da verəcəm. Deməli, mən bu Azərbaycan auditoriyasına yaxınlaşanda çox insanlar köməklik edirdim, soruşanda deyirdim məsələ. Gördüm ki, bir müddətdən sonra insanlar özlərinin borclu bilir ki, mən onlara deməliyəm hər şey. Ondan sonra onu kəsdim. Ondan sonra nə baş verdi? Müəyyən bir insanlara endirim. Dekabr ayında hazır fikirləşdim ki, mən arzu komanda yığım. Noyabr turist başladım komanda yığmağa. Deməli, komanda yığmaq deyəndə ki, yəni neçə dənə insanlar mənə müraciət eləmişdi ki, siz kurs keçirsiniz və yoxdur. Yox, mən kurs keçmirəm dostlar. Bizə bir şey də vurğu. Əgər kurs kimi öyrənmək istəsə, bu qrupa gəl. Bu qrupda olan mövzular, kimsə deyirsə boş şey hava idisə, bir mən sənə deyəcəm. Formasyonlar, dəstək və müqavimət, şam pattinləri, fikir hamısı bu ətraflı burada keçilir. Swing nədir və s. nədir? Vurğuları burada sonra mövzular var, hamısı birjada işləm sistemi var, hansı ki, bunların hamısına kimi var. Bunların hamısına kimi insanlar $100 tutmuş, $300 kimi pul alır. Bir sayacağım, əgər kimsə boş şeydir, hava idi. Binance-də işləmək üsulu future'dir. Binance-də future'də işləmək üsulu $100-dan $200 kimi insanlar ödəyirlər. Bazarda olan qiymətdə isə deyirəm təxminən. Yəni, sonra gəl ki, burada əlavə məlumatlar var, likvidlik və s. hələ onları demirəm, onlar da bir başqa bir kursuna bir $100'dır. İnsanlara yüklüyürlər. Sonra burada sizə hamısı bütün məlumatdır. Super strateji 6 hissə çəkmişəm. Super strateji sifariş blokları haqqında sifariş blokları, yəni bu $300'dan başlayıb $2000 kimi bazarda öyrədirlər ətraflı. Mən çəkdim 6 hissə $2000 yaxındır qiyməti, yəni onu da bilin. Görün, bu əgər pulsuz təmənnasız deyilsə, onu da çox düşüncəsiz insanlarsız, xətrinizə deməsin. Dönüş pattinləri və s. Və bir çox məlumatlar var burada. Diqqətlə keçsə, düşüş və yaxud da fikir və hissə və s. Yəni bir çox məlumatlar var. Binar opsiyonlar haqqında da məlumatlar var. Başa salınıb, izah olunub. Yəni niyə siz binar opsiyonları çoxları çəkir, səbəbi və s. Gör, onlar kurs satırlar və s. Neynirlər? Səbəb. Çünki sizin itirdiyiniz binar opsiyonu referral linkinə salırlar. Binar opsiyonlarda itirdiyiniz 30%-dən 80%-ə kimində 80% kimi, yəni insan qazanc əldə eləyir. Baxır, əgər nə qədər çox insanı cəlb eləsə referral linkinə, nə qədər çox balans artıran varsa, burada qaydalar var. Bir o qədər də ümumi sənin gətirdiyin referalların itirdiyindən o faizi tutursan. Gəl ki, heç nə yox, 10.000 gətirmisənsə, əgər insan 70% qazanc əldə edirsə, artıq sən o 10.000 gətirmisənsə bazara itkindən ucu 7.000'i onun cibindədir. Bu insana o maraqlıdır. Bu insana sənin qazancın maraqlı deyil. Siqnal qrupları açırlar, siqnallar verirlər. Onların çoxları onlara bir nəfər adam qoşurlar və o adam köməklik eləyib, bahisəli işarə verir, ekrandan qırağı o çəkəndə canlıçında və yaxud da üzbəyizodur. Və o insan qarşıdakı insanın fikrindən açır, bağlayır və yaxud da biraz bilirsə və s. Satdıqlar kursda ot qiymətinədir. Çox insanlarda xeyrinə çatmır o kurslar və s. Ona görə binar opsiyonlardan uzaq dururum. Bunlar qumardır. Mən açıq aydın sizə deyirəm ki, bunlar qumardır. Çünki birjalar referral linkindən bu qədər qazanc vermir. Heç 30% vermir birjalar referral linkindən qazanc. Qaldı ki, bu 70% insan gətirdiyin referallardan sənə qazanc verəcək. Ona görə çoxları bundan uzaq dursunlar. Yəni, bunu da sizə açıqlamasını verdim. Gözü bu barədə, yəni. Qaldı ki, bəzilədir ki, sən burada paylaşırsan və s. Mən onu paylaşacağım ki, çoxları əgər istəsə könüllü olaraq keçsin, kimsə tanımırsa brokerlərin linkin, TradingView'un da linkin var, niyə onu demirsiniz? YouTube kanalında niyə onu demirsiniz? Yaxşı, Binance-də də var ki, nə verir? Heç 1% vermir Binance belə götürəndə, 1% verir. Max var, Bybit'ində işləmir, bizdə getiyor və s. Gəl belə götürün. Bu bir. İndi gəl ki, kimsə desə ki,
bağadır, heç gəlməsini yazmasın, yaxşımı? Çünki burada olduğu məlumatların təmənnən sizə paylaşdığım dəyərindedir. Sadəcə siz mənim analiz üsulumu öyrənirsiniz. Yəni, ən son üsulu onu seçmiş insanlara izah olunur. İndi gərək səbəb deyək. Deməli, mənim tələbələrim arasında 2 insan öyrənib. Biri Nurlan bəydir, biri də o əvvəlsə bəzi videolarda demişdim, blok atmışam. Ən sifdə o da hamına yarışı. Bax, burada super pro mən sayıram bunu. Bax, burada sən bu qrupda öyrənsən, olursan həvəskar bu qrupda. Sonra gəlirsən öyrənsən pro, sonra öyrənsən super pro. Bu super pro hər adam olmayacaq. Sadiq insan olacaq mənə. Yəni, Nurlan bəyin özü dəfələrlə öyrəndikcə, qazanc əldə elədikcə, bu insan bir neçə dənə kurslar alıb, 2-3 ildir bu sahədə idi, qazanclar əldə eləyə bilmirdi, akademiyada qutarıb, yenə də itirirdi o insan və götürək deyək ki, indi xətnə dəyməsin, insan tupoydu, insan nə bilim, qanmazdı, insan anlaya bilmir, bu sahə onluq deyil, insan nə bilim, yaxşı, əgər bu insan sadə bir üsulla bütün sözləri bağlayıram, bacarıqsızdırsa, necə olur ki, mənə rast gələndən sonra xeyrə çıxır, qazanclara çıxır, nətər olur? Çünki o insan gic mövzular öyrənib, o insan market makeri aid olan mövzular öyrənməyib. Bax, bir şey də sizə deyim, açıqlamasını dostlar. Sual verim, hansı biriniz istəyik xaricidən olsa, istəyik hardansa, öyrəndiyiniz mövzu hansı bir market makerdən öyrəndiyiniz mövzu olub? Normal bir proyektdə işləyən market makerdən. Bax, sual verirəm. Olubmu? Xeyr. Biz o vaxtı mən bu sahəyə gələndə, bu sahəyə mən biznes kimi yanaşırdım. 1 il araşdırdım, elədim mən bu sahəyə məşq edirdim, baxırdım, bəzi konseptlər və s. olan kimi danışıram, nətər var. Baxırdım, görürdüm, nədir. Mən çalışdım, komanda yığdım. Komanda deyəndə necə? Getdim bir qrup tapdım, onlarla münasibət oldu, yarandı. Orada Ukraynalı da vardı, Rus da vardı və s. 6-7 nəfər idi. Hansısa belə ümumi. Və onlarla söhbətlər gedib başlayıb. Və bunların hamısı da marağı mənim kimi insanlar idi. Biz elə bir insanlardan öyrənək ki, onlar bloger deyirlər. Onlar hesablarını cəmaata göstərmir və onlar üzdə deyirlər. Biz onun üçün başladıq axtarmağa və getdik kriptovalutalarda. O vaxt kriptovalutada normal bir proyektlərdə market makerlər axtarırdı. Çerez hərə nə qədər traderlərlə o vaxt danışırdım. Çünki vaxtımı sərf eləmişdim. Ancaq əlaqələrə, mənim günümün vaxtı məşqdən çox əlaqələr gedirdi. Onlarla bunlarla mövzular deyildi, baxırdım, eləydim, o YouTube'a, bu YouTube'a belə gedirdi. Və günlərin bir günündə məlumat əldə elədik ki, bir nəfər ingilis proyektlərin bir neçə dənə proyektlər aparır, market makerdir. Əlaqə saxladı, güc bala ilə, sadə üstündən açıq, minnətlə, az qala belə çıxmasın, ayağının altını öpə-öpə, yəni belə də məcazi mənada, yəni baş ödünüm, qadan olun, bizə öyrət bildiyi, yəni biz xahiş minnət edirik. Yəni eləncə bir ingilis dilinin aramızda biləni qiymət dedi, bir təhər razı saldıq, qiymət, bəlkə də bir neçə vaxt keçib, qiymət dedi, biz onu atışıb, güc bala ilə aramızda elə insan olub ki, imkanı olmayıb verməyə, bizdə komanda imkanı baxmırdı, sadəcə bizim ciddi şərtlərimiz vardı, necə mən komanda yığıram ciddi şərtlər, o şərtlərə əməl eləməkdir. Və bir nəfər getdi, öyrəndi və gəldi bizə başa saldı. Və biz onda başa düşdük ki, qrafikdə görsənən səviyyələr var, görsənməyən səviyyələr var. 99% insanlar, bəzi insanlar da müəllimlik eləsə də belə deyirlər ki, retail edirlər, market maker gəlir, retail edirlər, yerləşdiyi yerdə stopları götürüb gedir. Halbuki onun öyrətdiyi elə retail açdığı əməliyyatlardır, konseptlərdir və s. də belə götürəndə retail deyirlər. Amma gəl ki, retail kimi də özləri hərəkət edirlər. Fərq yoxdur, istəyir xaricilərdə olsun, istəyir kimlərdə olsun. Bunun üçün özləri də hələ market makerin atdığı addımı, hansı yeri izləyə biləcəyi, hansı hədəfi görə biləcəyini, hansını nəzərə ala biləcəyini təxmini tuta bilmirlər onların özləri də. Və belə bir məlumatlardır.
Yəni öyrəndikdən sonra baxdıq, gördük ki, həqiqətən doğrudan da konseptlər boş getmiş. Hər dəfə bir order flow gəldi, nə gəldi təzəlikcəndə neçə ildir. Sonuncu gələn. Nə bilim, falan şey gəldi, o gəldi, bu gəldi. Nəsə alındırmaq olmur da. Düzdür, disiplinlə nəsə alındırırsan, amma o nəticə deyil də. Yəni ki, hardasa gözləyəsən, Şam əmələ gəlsin, təsdiq versin, nəsə boş-boş şeylərdir də. Yəni bizim çoxsumuz xoşlayırdı ki, qrubu bazara girək, Şam təsdiqini tapmamış, şap-şap girəsin bazara. Belə bir üsullar idi. Yəni bu üsulları biz öyrənməliydik. Ona görə də biz can atdıq, öyrəndik. Sonra bir nəfər vardı, o komanda şəklində, onu da tapdıq, ondan da öyrəndik. Yəni axırıncı üsulu da, ən son üsulu da boynuma alan Azərbaycanlı bir nəfər var. Azərbaycanlı bir nəfər var. O mənə öyrətdi. Allah canına sağ eləsin axırıncı üsulu. Ona uzun ömür, can sağlığı arzulayıram. İnşallah gələcəkdə onun da əziyyətini dəyərləndirəcəm. Yəni o hamısı mənim diqqətimdən, yəni. Baxırsa videoya özü biləcək kimi deyirəm, yəni ki, şərh yazmağa ehtiyac yoxdur. Deməli nədir? Düzdür, mənim bilmədiyim də olur, nəsə bir şey öyrən. İndi iş ondadır ki, hər bir insanı, yəni gec haqqını biz ödəmişik. Elə vaxt olub ki, biz ikinci müəllimdən öyrənəndə pulunu tam verməmişdik. Yəni o insan rus olub, göndərmişsin. Və biz o insanı öyrətdikdə bəzi şeylər dedi üstü örtülü, bəzi şeylər tam getdi YouTube'dan axtardı, tapdı. Və elə şeylər var YouTube'da. Biz üstü örtülü nə tədir? Məsələn, bizə dedi ki, falan şeylər var, istifadə edir, amma onu boş verin gəlsin də onu mən sizə deməyəcəm. Gedib baxdıq, həqiqətən gördük ki, YouTube'da baxdıq, gördük ki, boş şeydir. Bizə demiş ki, o YouTube'da var da, get axtar da. Yəni bunu mən deməyə ehtiyac yoxdur. Mən sizə əsaslarını deyəcəm. Falan şeylər. O şeyləri də bizə demişdi. Bu bizə dedikdən sonra da biz gedib o hansı ki boş şey, yəni üstündən keçib getdik boş şey, yəni dində üstü örtülü deyib o mən. Getdik baxdıq ki, həqiqətən bizə lazım deyildi o işləmə, onu qatmağın ehtiyac yoxdur bizə. Ona görə biz onu götürmədik, ciddiliyə almadıq o üsulları. İndi gəl ki, bu insanın pulunu biz tam ödəməmişdik. O insan yəni bilirdi ki, onu tam bir neçə dəfə də müraciət elədi ki, zəhmət olmasa ödəyəsin. Biz dedik ki, yəni böyük məbləğ idi. Kiçik məbləğ deyil. İndi elə bilərsiniz. Mindi öyle. Böyük məbləğ idi. 1000 bu yanlış simiçka puludur. Böyük məbləğ idi. Xahiş edirik, vaxt verəsən müddət. Gəl ki, o insan tam öyrənmişdi. O insanda bir dənə sözü vardı ustada. Söz yəni puldan qiymətlidir. Slava doroji denik gedir nəticə. Bu bir dənə sözü vardı onun. Yəni o öz fikrinə, öz мнениясına uyğun hərəkət edib bizə öyrətmişdi, yəni. Özü də məscidə zadı gedir də, o ruslarda o çerkov deyilən nədirlər. Yəni elə bir şey dedim mən, yəni sizi Allah'a tapşırıb, düzdür, siz müraciət elədiniz. Yəni başqa ölkənin vətəndaşı çerez bundan xahiş eləmişik, yəni ki, bizə öyrətsin, çerez yönləndirilib. Onun özünə keçsək, heç kimə də öyrətmir, heç sosial şəbəkədə də deyil bu, heç balansını. Yəni mən xahiş eləyib kimsə, onun xahişini yerə salmıram deyənə, ona görə, yəni bizim əziyyətimiz komanda şəklində eləncə olub, az qala insanlar, belə deyim, yalvararaq öyrənmişik, yalvararaq. Amma gəl ki, əziyyətləri biz istəsəydik onu bloka atardıq. Artıq onun verdikləri bizə əladır, superdir, qazançlar verir. Amma gəl ki, düzgün hərəkətdir. Amma gəl ki, mən Azərbaycan auditoriyasından uzaqlaşmağı belə bir insanların heç kimin də açığına gəlməsin. O qədər mən gördüm ki, yalan danışmaqları, boş şeydir. Gəlib, sən insan öyrənmək istəyir, gəlmə problemin daha. Problem danışmayır, sən öyrənmək istəyirsən, qardaş, hamı problemi var, mənim də var, o bizim, bu bizim də var. Milyonçunun da problemi var. Milyonçunun problemi milyonluq problemdir. Sən onu öyrənməksənsə, sən qarşındakı insana dəyər verməlisən, dəyərləndirməlisən, bu elə belə deyir hamısı. Bunun əziyyətləri var. Mən komanda yığmaq üçün, qabaq yaza da bilər şərtdə. Dekabrdan əvvəl bir
Bəlkə də 20 nəfərə yaxın adam mənə yazmış ki, kurs keçin, yox. Mən onları göndərirdim Vasif müəllimin yanına. Dedim, mən keçmirəm, o keçir. Vasif müəllimin yanına göndərirdim onları. Mən özüm onları göndərirdim ora. Təsəvvür edirsinizmi? Çünki mən kurs keçmirdim. Mən hazırlamırdım heç kimi. Və indi mən komanda yıxıram və sən mənim analiz üsulumu öyrənsin. Komanda da olmalısan ki, gələcəkdə biz böyük bir nailiyyətlərə imza ataq. Komandanı ona görə yıxıram. Və bunun qarşılığında bu boş şeydir. Və komandanın da ciddi şərtləri var. Anladınız mı? Amma gəl ki, o vaxtı mən həmən Vasif müəllimə də yeri gələndə canlısına qoşulurdu, danışırdıq, öyleydi, söhbət edirdi. Mən onda özümü bir balaca zəif göstərdim ki, baxsın, görsün, bəlkə neysə bir şey deyəcək. Mən də gedin açın, belə bir qanun var. 48 qanun kitabında 21-ci qanun var. 21-ci qanunu oxuyun, 48 qanun kitabı. Kim oxuyumsa geçsin oxusun. Görüm nədir, bəlkə ondan öyrənəsin nəysə var. Mən bütün Azərbaycanda olan traderlər arasında o mənim fikrimi çəkmiş. Daha ki, onu özünə də demişəm. Mən sən qrupumu sıfırdan analiz eləmişəm düz axıra kimi. Paylaşdığım postu, çəkilən işarələrə kimi, nə bilim, o vaxtı, yəni mən onları analiz ondan sonra bu yazından göstərir ki, bəzi sistemini görmüşəm. Tradedə çox məlumatım olduğuna görə, yəni əsas məlumatları olduğuna görə məndə bu insanı görmüşəm. O insan məndə profesional traderdir. Yəni mən həmişə haqqı danışan insan düzünü deyən, profesional traderdir. Bəziləri bəlkə də olub şübhələnib ki, onda real balans deyil. Mən həmən insanlara demişəm ki, onda real balansdır. Demo deyil. Səbəb onu o vaxtı mən analiz elədim və onu hələ mən dərk elədim işləm sistemlərini işlətdiyini nəzərə alaraq. Çünki o mövzuları mən bilirəm axı. Bilməyən insan eyni qrafikə çox insan baxa bilər. Biri orada iki bucaq gözə, biri dəstək müqamət gözə, biri nə bilim hansı bir konsept gözə və s. Amma elə bir şey var ki, insan görmədiyi yeri hər cürbəcür görür. Başa düşür. Mən yəni əsən ona görə onun real balans olduğuna inanmış. Amma gəl ki, o vaxtı TikTok'da canlı açırdı o insan. O vaxtı o insan, məsələn, bir neçə dənə əməliyyatda aça bilmirdi. Bahisləri çoxla aça bilmirdi. Yəni, bahisləri çoxla aça bilmirdi o insan. O insan bloka getirdi akkauntu. Və mən o insanı başa saldım, izah elədim, dedim belə-belə məlumatları. Yəni, mənim sayəmdə götürəndə bilənci TikTok'da canlı açıb bloka getmir. Yəni yazılar qoyma ekrana və s. təlim xarakterli yazı və s. belə-belə biznes account elə və s. Yəni ən çox məlumatı TikTok'da necə eləsin, nə cür eləsin, onları mən ona izah elədim. Amma gəl ki, o bir dəfə qrupunda onun bir dənə gizli açdı ki, nəsə köməyə çağırmışdı ki, komment yazmaq olmur, o qrup ya. Orada bir dənə kök adlı rəqəm gördüm. Soruşdum ki, bu nədir video? Sırf da özüm vurdu bilməməzliyə. Sonra bunu mən tələbələrə öyrədirəm, nə bilim, belə elə. Biz necə? Mən biraz xətrimə dəydi. Yəni, demirəm ki, 5000'lik strategiya qoy mənim qabağıma danışkən. Bir dənə deyə bilərdin ki, William Qanın əllə hesablanmış üsulunda burada çətinlik nə var ki? Bir dənə o sözü deyə bilərdi. Demədiyəm, disiplin belə, disiplin elə. Ona ki, bilirsiniz necədir? Mən də insanlara kömək eləməyə yığışdırdım. Xeyr ola ki, mən kiməsə köməklik eləyim. Mənsə köməklik eləyim. Bir dənə o sözü deməyə nə olacaqdı ki mənim? Böyük şey olacaqmı? Dünyamı dağılacaqdı? Yoxsa deyə bilərdin ki, heç kimə demə, bunu mən sənə deyirəm və s. belə-belə. Yəni görürsünüz, mən belə şeylərdən sonra çox insana köməklik yığışdırmışam dostlar. Mən üçün vecədə olan şeyi danışıram. Əgər olmayıbsa, desin olmayıb. Çıxsın desin ki, elə bir şey olmayıb, sən kök atdıq qiymətli video görməmsən o qrupda yaradanda və mən belə bir şey də olmayıb. Göydən Allah görür axı olub. Mən də ona hissəndim, dedim ki, indiki dövr nə dövrdür ki, ataram pullu süni intellektdə taparaq görək o nədir. Məndə onun cədvəl formatı vardı və s. Amma əllə hesablaması yox idi. Hər ehtimalı bir dənə sonra. Getdim sonra tapdım ki, əllə hesablaması. Dedim, bu boş şeydir də bu. Heç bunu deyməz. Heç inanmıram ki, o tələbələrinə bunu öyrədər.
İnanmıram mürəkkədə. Bəs məndə bunun Excel cədvəli vardı və s. Əldə hesablama ehtiyac yoxdur və s. Belə bir şey. Qoyduq bunu qırağa. Götürə bu namaz qılan insanı. Namaz qılan insanı götürdüm yanıma, fikirləşdim namaz qılır. Yəni, haqq ədalət nədir bilər, yəqin ki, indi komanda üzvü olmağa. İnsan deyim, səndən icazə aldım, sən icazə verdin, mən getdim. İnsan meyli olmasa birinci kimsə harası getməz. Bu bir. İkinci Nurlan bəydir, o biriləri, bu biriləri bu üsulla qazanc əldə edirsə, deməli bunu sən də eləyə bilərsən. Trade edirsən həftə ərzində, az edirsən, xeyirlərlə çıxırsan, həftəni mənfinə çıxmısansa, deməli müəllim səni düzgün öyrədib, düzgün başa düşmüsən. Sən birinci növbədə sənə öyrətdiyin müəllimin haqqını ödəyib getməlisən. Hər dəfə yalandan dedin ki, artıq o yalandandır. Hər dua eləyəndə sizin canınıza dua eləyirik, müəllim, Allah canınızı sağ eləsin. Danışığı da səsidir. Hər dəfə dua eləyirik, Allah canınızı sağ eləsin, müəllim. Sizin sayənizdə biz hər şey öyrəndik. Sənin sayəndə mən bildim. Siz, nə bilim, necə deyim, yəni, hər dua, hər namazda sizin canınıza dua açıq və s. belə. Amma haqqımı istəyəndə blokatör çıxır, gedir, yoxa çıxır. Buna nə ad vermək olar? Özünüz ad verin də. Hələ 500-dür mən yanvar ayında olan məbləğ istəyirəm bundan. Yanvar hələ bu vaxtı götür. İncik mən bunu qrupdan çıxartdım. İncikcə səbəb odur ki, çünki 4100-dən, 4200-dən qalxışım mən hələ qiymət ən yuxarılarda olanda demişdim ki, ora gəlmə ehtimalı səbəblərini izah eləmişdim. Fundamentaldan tutmuş, işarəyə kimi. Ora gələndə işarəmiz durmuşdu orada. Orada sifariş bloku, tek sifariş blokun olduğuna görə yox. İşarəmiz oradaydı. Üstəlik sifariş bloku üstünə düşmüşdü. Üstəlik orada bir məqamda düşüb orada onu Nurlan bəy görür. Nurlan bəyə göstərmişdim. Nurlan bəy. Yəni, bu üsulu bilən görür. Nurlan bəy görür. Ondan əlavə 5100 neçəyə kimi təxminən qalxacağını demişdim. Oradan ən azından bir dənə elə əməliyyat açsan, səhv demirəm, heç dedim. Elə 0.10-dan atsan, yəni gəl 600-ə kimi gəlsə elə $6000 pul eləyir. Belə bir heç demirəm, 800-ə kimi bu günə kimi gəlib çıxıb. Söhbət ona gedir. Yəni, hələ bir dənədən söhbət. Düşüş nə qədər oldu? $3, 30 piplik təqribən düşüş verdi. 30-35 piplik belə. Sonra getdi yuxarı. Nə istəyirsən? Nöqtə atışlar, çox nöqtə atışlar demişəm. Mən həftəlik analizlər eləyib göstərmişəm. Mən dəfə təkrardır ki, dostum böyük lotdan açılır eləyim, mən əməliyyat açanda orada açılır və s. Mən vecimə də kim nə qədər açırsa 100 nəfər yıxılışın orada açın. Mənim qrupumun şərtləri var, komandamın şərtləri var. Əgər o şərtləri pozulursa, o şərtləri riayət olunmursa, 2 stolda otura bilməzsən. Bu bir. İkinci incir ki, bunu tələbə qrupundan çıxartdım. Bir də o ki, sən tələbə qrupundan sən hələ təmənnasız qəbul eləmişəm ora. Sən hələ mənim analizimi öyrənmişsən. Sənin üstündə əziyyətlərim çəkilib. Gecə sual vermişsən, cavablandırmışam. Gündüz sual vermişsən, cavablandırmışam. Yəni, sənin üstündə mənim haqqım var. Əziyyətim var, sən mən blok atıb qaçıb gedirsən. Sən elə bilirsən, mən eləyə bilmərəm. Mənim ətrafım o qədər genişdir ki, bu trade sahəsində. Azərbaycanda dərs keçməyən müəllim belə təzə başlasa dərs keçməyə, ona belə məlumat çatdıra bilər ki, filan gözə, filan getə fırlatdı getdi. Yəni, buna kimi eləyə bilərik ki, biz? Amma eləmirəm. Mənə lazım deyil. Sadəcə bir-iki. Prosta mən sadəcə bir nəfər var, ona xəbərdarlıq elədim və s. ki, ehtiyatda olsunlar. Və mən halal eləmirəm öyrətdiklərimi sənə. Açıq aydın deyirəm, halallığını vermirəm.
Sənə tapşırdım Allaha, get özün bilərsən, nə istəsən elə. Bəzən deyir, hissənsə istəmirəm, əslində peşmanam. Heyfsilənirəm ki, əziyyətimə görə, zəhmətimə görə, yəni bunun namaz qıldığına mən inanıb heyfsilənirəm ki, inandım. Başqa şey heyfsilənmirəm. Hələlik dostlar, hamıya uğurlar, bol qazanclar. Niyə də, yəni Azərbaycan auditoriyasından uzaqlaşıram. Yəni deməyim odur ki, disiplinli, stabilli olsaz, əgər məşq eləsəz, elə ehtiyac yoxdur gəlib ödəyəsiz. Elə gəlin bu trade qrupunda, yəni traderlər üçün olan mövzuları öyrənin. En qədər mövzu var burada. Baxın, görün necə dünya cürdü qazana bilirsiniz ya yox, qazana bilirsiniz, qazanıb bu pulu çıxardacaqsınız. Qazana bilmirsinizsə, deməli siz disiplini pozmusunuz və yaxud da nəsə özünüzdə səbirsiz, tələsik əməliyyata girmək, tələsik əməliyyatdan çıxmaq, onları düzəltmək lazımdır və s. Yəni, baxın, görün, yenə qalanı qaldı ki, qrupun üzvü olmağa, yəni mənim şərtlərimlə razı olmaq istəyən müraciət eləyə bilər. Azərbaycan auditoriyasında mən videolar paylaşmayacağım. Bəlkə paylaşdığım uzaqbaşı olacaq. Həftəlik qazancı ola bilər göstərdim. Orada cüzü və yaxud da günlük belə şeylər, yəni mövzular heç nə olmayacaq. Kim öyrədir, başqaları özünüz bilərsiniz. Yəni mən bəlkə də fikirləşdim komandanın çoxsunu getdim, yıxdım xaricilərdən. Çünki mən hələ indiyənəcə yeri gedəndə Ruslardan və ən çox da Ukraynalılardan insanı alladıb qaçıb getməyi görməmişəm. Onlar həmişə əziyyəti dəyərləndiriblər. Mən gördüklərimi deyirəm, düzdür, mən onların bir çoxsuna dəst deməsəm də, müəyyən bir qruplarda olduğum, müəyyən bir insanların ümumi yarışmalarında da görürdüm. İnsan olub ki, borcu müəllim olan nisyə keçib, gördüyümü deyirəm, yəni o vaxtı, yəni komanda şəklində. Dayıcı o 3 aya qaytarıb onun pulun, 3 aya qaytarsa da yenə də blok atıb getməyib, yəni söhbət onu. Yəni hər bir, hələ o müəllimi keçdi, elə də güclü ona köməklik eləmirdi, yəni güclü elə də xeyir eləmirdi, yenə də o insan, yəni dəyərdir, insan dəyəri nə qədər qiymət qoysa o qədər dəyərləndirmə lazımdır. Qaldı ki, indi yenə də deyirəm, bu kimsə nəsə soruşmaq istəsə, falan şey nədirsə, yazmasın mənə, soruşmasın heç kimə, mən bundan sonra heç bir cavab verməyəcəm. Necədir, nə cürdür, bir dənə yönləndirəcəm ki, bu qrupa yönləndirəcəm, əvvəlcədən gedin bu qrupa baxın, kim istəyir baxsın, kim istəyir baxmasın, bu bir. İkincisi, özün biləsən, gəlmək istəyirsən, gəlmək istəmirsən, gəlmə, baxadır və yaxud da problemin var, nə bilim, nədirsə, onun mənə heç bir adiyyəti də yoxdur. Həftə ərzində az trade eləyə bilərsən, çox trade eləyərsən, mənə heç bir adiyyəti də yoxdur. Yəni, yadda saxlayın. Ona görə, yəni, heç kim mənə maraqlı. Mən bunu özümə başqaları kimi limit qoymamışam ki, yox, mən bir ay ərzində 20 nəfər hazırlanmalıyım və yaxud da nə qədər hazır. Mən bunu ümumi komanda, hər insanda 1100 olan insanı da götürməyəcəm. Yanvar ayında 5 nəfərə imtina eləmişdimsə, eləncə də çalışacağım. Yenə də bunu namaz qıldığına görə mən inanmışdım. Əslində namaz qılmasaydı, mən bunu belənçə qəbul eləməzdim. Sözün düzün deyirəm, açıq aydın burada nə var ki, qəbul eləməzdim, götürməzdim. Çünki belə əgər məni alladıb, mən haqqımı verməyib gedirsə, deməli bu insan belənçə insan olacaq. Prosta sadəcə oyunçağın hərəkətinə görə mən namaz qılanlara da etibarımı itirdim, qutardı. İndi gəl ki, yenə deyirəm, dəfələrlə demişəm, mən öyrədirəm, başa salım, əgər qrafikdə başqa bir dənəsə təhlükəli vəziyyətlər olacaqsa, onları da analiz edib göstərirəm. Elə gün olub ki, tələbələrim özü də fikrini paylaşa bilər. Bu video baxandan sonra yanvar ayında çox təhlükəli vəziyyətlər idi bazarlarda. Bəziləri deyəndə ki, qızıl indi stabildir, beləncik, mənim tələbələrim köməklik eləmişəm, çünki onlar harca təzə başlayırdılar elə. də addım atmağa köməklik eləmişəm, analizlər eləmişəm, paylaşmışam, işarələr qoymuşam. Elə gün olub, gün ərzində 2 dəfə paylaşım eləmişəm, 3 dəfə paylaşım eləmişəm ki,
manipulyasiya getməsinə riski sel olacağını xəbərdarlıq eləmişdim. Riski sel olacaq 4177-dir, 75 neçədir, oradan xəbərdar edim ki, selə gedə bilər 4750-yə kimi, 4188-dən gəldi, selə getdi, təxmin edilmiş. Fikir versin, yəni hələ dediyim müddətdə, dediyim gündən sabahsı gün sonra gəldi, selə getdi, biraz uzatdı vaxtım var getmək. 4100-dən qalxışı demişdim, o da baş verdi. 4200 və yaxud da 4100-dən qalxışı demişdim, o da baş verdi. Yəni bizə kimlərsə gedib orada qıraqda, mən dediyimə görə açıb əməliyyatları tıp-batırıb böyük lotlarla pul qazanacaq, amma mənim haqqımı verməyəcək. Danışanda mənim yoxumda imkanım yoxdur, nə bilim də. Mənə dəxli deyir kimdir, nədir, nəçidir. Özünüz bir oturun fikirləşin. Sənin üstündə əziyyəti olan müəllimin haqqını ödəməmişsən, gəlsən başqa müəllimin yanına. O nə dərəcədə düzgündür? Şərtdə özünüz qiymətləndirin. Düzgündürsə, deyin düzgündür. Əladır, superdir. Mən heç kimi də blokada atan deyirəm. Səhvdirsə, deyin səhvdir. Amma kobud varı yazmayın, sadə bir. Görək nə qədər insanlar düşüncə tərzi necədir? Əgər səhv deyənlər də haqlıdır, mən deyirəm. Düz deyənlər də haqlıdır. Bilirsiniz niyə? Çünki onların hərəsi öz baxış bucağından danışır. Görürsünüzmü mən nə deyirəm? Səhv deyənlər də haqlıdır. Düz deyənlər də haqlıdır. Görürsünüz mən nə deyirəm? Sizə diqqətlə qulaq. Ona görə mən heç kimi blok eləməyəcəm. Söyüş yazanı blok eləyəcəm. İstəyim mənə qarşı olmasın, başqasına qarşı. Və gedin, oturun, sevinin ki, beləncə insanların sayəsində siz endirimi itirdiniz. Belə insanların sayəsində indirim. Gedin, sevinin. Və mən də gələcəkdə bəzi insanlar soruşanda future-dən və yaxud da spotdan zətdə kömərlik eləydim, deyirdim nəsə. İndi onu bundan əvvəl yığışdırmışdım. Gedin, sevinin ki, belə bir insanlara görə, yox, spotda da bu yarana insana görə, hansı ki, deyirsən, bir müddət demirsən, insan özün elə göstərdir ki, mənim borcum var bunu həmişə deməyə. Səni ödəniş eləmirsən, bir şey eləmirsən, soruşursan, mən sənə kömərlik kimi deyirəm, boyuzda çıxarsan cəmaat. Və ondan gedin, elə insanlar, əgər kimsə spotda sorulursa, heç kim də cavablandırmırsa, gedin o insanlara canına dua edin ki, onların sayəsində bunlar yığışdırıldı. Məndən inciməyin, gedin o insanlardan inciyin. Çünki mən bir dəfə düşdüyüm şəraitə ikinci dəfə düşmərəm, çalışıram. Və üzümü bu tərəfə döndərəndən sonra belə üsula gəlib belə danışır, elə çıxda, belə danışır, nə bilim. Baxıram, görürəm, yox. Mən fikir verin ki, komandanı Azərbaycanlardan yox, xarici vətəndaşlardan yıxsam, əla olar. Çünki Azərbaycanlardan komanda yığmaq, mən görürəm ki, getdikcə komandada Azərbaycanlıların sayı çox olmağı lazımdır. Xaricilər olsun. Onlarla işləyəndə əsəb keçirmirsən, atan şiklik eləmirlər və s.